gerçek olaylar. Biz yine de gerçek yaşanmış olayları araştırırıq. Sirli, müəmmalı ve qeyri-adi olaylardan bəhs edən bu bölümlər serisinin müsahibi yine herkesin yaxşı tanıdığı şəxsi inkişaf mütəxəssisi, motivasiya spikeri, ailə və münasibətlər məsləhətçisi, uğur və liderlik təlimçisi, motivator və ən nəhayət 6-cı hissin adamı Etibar Ağadır. Bu danışılan hadisə isə 2000-ci ilin əvvəlində Ağstafa rayonunda yaşanmışdır. Yetməyən ruh. 2000-ci ilin əvvəllərdir, qış ayları təxminən. Yanvar aydı, amma axırlardı yanvar ayının. Evdə oturmuşam, amma həmin günü işləmirdim, heç kimi qəbul eləmirdim. Bizə kənd evidir, darbaza döyüldü. Qapını açdıq, bir qadın xeyli aldı. Mən ona işləməyədiyimi dedim, bugün dedim çalışmıram, çünki yorğunam, biraz istirahət eləmək istəyirəm. Məndə zaten olur bu. Hadisələr tez-tez baş verir, biraz yorulanda dayanmaq lazımdır deyə dayanıram biraz. Özümə gəlib sonra başlayıram yenə işləməyə. Əl çəkmədi, israr elədi, ağladı qapıda. Məcburiyyət qarşısına qaldım, qəbul elədim. Keçdik içəri. Həmin gün Etibar Ağa çox yorğun idi. Amma qadının təlaşlı olması və israrla xahiş etməsi Etibarın onu içəri dəvət etməsinə səbəb oldu. Qadının evində heç də yaxşı olmayan hadisələrin yaşandığından Etibar Ağa artıq agah idi. Evlərində çox qəribə hadisələrin olduğunu müşahidə elədim mən bunların. Baxdıqca təbii ki, amma başa düşənmirlər nədir? Bir də görürsən nəsə bir şeylər düşür öz-özünə sınır gecənin bir vaxtı. Qapı açılır, örtülür, durduq yerə. Hansı ki, heç kim yoxdur otaqda, amma qapı açılır, örtülür. Belə çox qeyri-adi hadisələr baş verir. İşıq sönüb yandığı olub evlərində. Təbii ki, məsələnin kökünü aydınlaşdırmaq lazımdır ki, bir otaqda ki, insan yoxdur, qapı necə açılıb örtülə bilər? Bir otaqda ki, heç kəs yoxdur, bir insan yoxdur, işıq necə yanıb sönə bilər? Necə durduq yerə, hansısa bir əşya düşüb sına bilər durduq yerə? Bəzi evlərdə illərdir müşahidə etdiyimiz və ya eşitdiyimiz paranormal hadisələr bu qadının da evində baş verirdi. Amma daha da intensiv. Hər gün, hər saat və bəlkə də hər dəqiqə. Kökünü araşdırmağa başladım mən bu işin. Tilsim yox. Cadu dediyimiz yox. Ümumiyyətcə, mənfi enerji daşıyacaq evlərində heç bir şey yoxdur. Tərtəmizdilər o barədə. Amma yenə də hadisələr baş verir. Bu danışılanların qəribə tərəfi o idi ki, heç bir əməl, cadu və buna bənzər hər hansı bir iş bu evdə və ya ev sahiblərinə olunmamışdı. Bəs görəsən bunun əsas səbəbi nə idi? Hardasa bu hadisə baş verir 6-7 aydır bunlarda. Onlar keçər deyib üstündən keçirlər. Evdə də 6 nəfər insan yaşayır. Həmin bu xanımdır, oğludur, oğlunun həyat yoldaşıdır və onların 3 evladıdır. Ümumi 6 nəfərdilər. Bir ara uşaqdan şübhələniblər. Gah deyiblərində uşaq da ola bilər, eləyir. Baxıblar, uşaqlıq bir şey yoxdur. Artıq narahat olmağa başlayırlar və üz tuturlar mənə təbii ki. Mən də baxıram, amma baxdıqca bibinin gözlərinin içində bir ölüm görürəm. Artıq anladım ölümlə bağlı bir şey olduğunu, amma yenə də çalışıram ki, lap kökünə gedim, lap dərinə gedim ki, nədir məsələ? Niyə bu hadisələr baş verir? Etibar Ağa bu olanların səbəbinin ölümlə əlaqəli olduğunu hiss etmişdi. Bəs ölüm bu hadisələrin arasında
yer alırdı. Deməli nə olub? Bu hadisələr baş verdiyindən də 1-2 ay qabaq, belə deyək 8 ay qədər, 9 ay qədər öncəsinə bu xanımın həyat yoldaşı dünyası dəyişir. Rəhmətə gedir, Allah rəhmət eləsin təbii ki. Yas mərasimini yola verirlər falan filan. Bir də rəhmətə gedən kişinin oğlu, yəni bu bibinin oğlu, öz atasının bir neçə paltarını saxlayır evdə. Əsasən biz belə görmüşük, bir insan dünyasını dəyişəndə ondan qalan bütün əşyaları evdən çıxardırıq, pay veririk da. Bunlar eləməyib onu. Bunlar saxlayıblar özlərində. Ölmüş şəxsin bütün əşya və geyimlərini adətən kimlərəsə pay verirlər. Bu ailə isə bu ənənəyə əməl etməyib. Ailə üzvləri dəfələrlə müxtəlif yönlərdən mesaj və işarələr alsalar da, bu məsələnin nə qədər ciddi olduğuna əhəmiyyət verilməyib. Kişi, rəhmətə gedən kişi bir dəfə öz oğlunun yuxusuna girib, mən bunu artıq orada olanda başa düşdüm, danışıq əsnasında danışdığımız əsnada başa düşdüm, özü danışdı oğlan ki, mənim atam mənim yuxuma girmişdi, çox üşüdüyünü dedi mənə. Dedi ki, mən çox üşüyürəm, mənim üstümə bir ədyalma, bir yorğanma, bir şey ört mənim üstümə, çox üşüyürəm və ayıldım deyir, başa düşmədim nə demək istədiyini. Deməli, rəhmətliyin paltarları qalır evdə, oğlu heç bir paltarını heç kəsə vermir və başlayır özü geyinməyə bunları. Rəhmətlik ruhu belə başlayır narahat olmağa. Deməli, bunlara bir çox işarələr verir. Amma adamlar başa düşmür, çünki bu işin içində deyirlər, təbii ki, biraz uzaqdılar belə şeylərdən, ona görə tam başa düşmürlər, ona görə zaten mənə üst tuturlar. Və biz bunu açığa çıxartdıq ki, o oğul atanın paltarını ki geyinir, ondan istifadə edir. Sən demə, bu həmin atanın ruhunu narahat edirmiş. Çox narahat edirmiş və onun ruhu başlayıb deməli işarətlər verməyə. O paltarları ki, hər şeyi, bütün əşyalarını ki pay eləyirik, rəhmətlə aid heç bir şey saxlamırıq evdə. Bu artıq onun həqiqətində o evdə olmadığı anlama gəlir. Onun əşyalarını saxladığımız müddətcə artıq onun xatirələrini daha çox yad eləyirik. Hər dəqiqə ki yadımıza düşür, onu başlayır narahat eləməyə. Artıq o paltarları çıxartmaq onun həqiqətən də o evdə artıq köçdüyü anlamına gəlir. Ona görə əsasən çıxardılır bu əşyalar evdən. Bu isə saxladığına görə artıq o ruh narahat olur. Ölən insana aid geyim və ya əşyaların evdə saxlanılması ruhu narahat edirmiş. Hər kəsi, yəni bütün ailə üzvlərini dinləyən Etibar ağa, evin də aurasına tam bələd olduqdan sonra qəti bir qərar verir. O paltarları nə qədər rəhmətliyə aid paltarı var idi, nə qədər əşya var idi, hər birini yığdıq sumkalara, bir 2-3 sumka tutdu, hamısını çıxartdıq evdən çölə. Və hətta dayandıq çöldə, gələnə, gedənə, qonşulara, biraz kasıb ailələrə hər birini payladıq. Təbii ki, insanlar da qarşıladılar, götürdülər, apardılar və mən hardasa bir 7 gün, 8 gün, bir 10 gün civarında gözləmək lazım olduğunu dedim ki, biraz gözləyək, sonra bir də baxaq görək, eyni hadisələr baş verirmi? Və bu hadisələr artıq biraz kəskinləşmişdi. Daha artıq baş verirdi gündə baş verməyə başlamışdı və biz bir həftə 10 gün gözlədik paltarları verib bitirdikdən sonra, evdə heç bir əşya saxlamadıq. 10 gündən sonra gəldilər yenə də mənim yanıma. Artıq evdə heç bir qeyri-adi hadisənin baş vermədiyini və hətta oğlu bir daha etiraf elədi ki, 2 gün öncə, mənim yanıma gəldiyi gündən 2 gün öncə atası yenə də oğlunun yuxusuna girir və çox sağ ol, axır ki üstümə yorğan örtdün, mən üşümürəm deyib bir də qeybə çəkilir. Dünyasını dəyişmiş ata sonuncu dəfə oğlunun yuxusuna girir və elə həmin gündən evdə hər şey normal vəziyyətə qayıdır.
Demək istədiyim budur ki, dostlar, Allah cəm ölənlərə rəhmət eləsin. Çalışın ümumiyyətcə insanın qədrini sağ ikən bilin. Öləndən sonra nə edirsən elə xeyri olmur. Dünyasını dəyişəndən sonra xeyri olmur. Və çalışın rəhmətə gedən insanların əşyalarını, paltarlarını özünüzə əsla saxlamayın. Pay verin. O, onun ruhuna daha xoş gedir. Niyə bilirsinizmi? Çünki onu geyinən, ondan istifadə edən insan ona rəhmət oxuyur. O rəhmətə getmiş insana zaten rəhmət lazımdır. Allah yenə də bütün ölənlərimizə rəhmət eləsin. Bu da bir başqa gerçək olay. Yaşanmış yüzlərlə və minlərlə qeyri-adi hadisələrlə yenidən sizinlə birgə olacağıq. Gerçek